Salam, hər vaxtınız xeyir. Mən FES Akademinin təlimçisi və 4-cü siniflər üçün olan monitorinq vəsaitinin müəllifi Firuzə Hüseynli. Bugün sizinlə birlikdə monitorinq sınağı 3-ün izahına baxacaq və qeyd edim ki, sınaqlarımız ilkin olaraq mövzu sınaqlarıdır, yəni 22 mövzu sınağı. Daha sonra isə deməli ümumi sınaqlar yer alır kitabımızda və bu da mövzu sınaqlarından biridir. Azərbaycan dilindən bilirsiniz ki, 3 mətn düşdüyü üçün biz də həmin şəkildə birinci mətni şəkilli, ikinci mətni bədi, üçüncü mətni isə elmi mətn kimi tərtib etmişik və ilk 3 sual isə yəni mətnlə bağlı deyil, mətnə əsaslanmır. Çünki keçən monitorinq imtahanında da, yəni 2025 Nazirlik tərəfindən təşkil olunan monitorinq imtahanında da biz gördük ki, ilk 3 sual mətnə əsaslanmır. Məcazi sözlər ola bilər, frazeoloji birləşmələr ola bilər və bir də söz boğçasına əsaslanan tapşırıq idi. Başlayaq birinci sualdan. Birinci sualımız belədir. Deyir ki, birinci və üçüncü tapşırıqların heç biri mətnə aid deyil. Onları müstəqil şəkildə cavablandırın. Aşağıdakı cümlələrdən hansı elanda işlənə bilməz? Baxın, dərslikdə artıq şagirdlər biz bunu testə salmışıqsa, deməli onlar da elan mövzusu ilə artıq tanışdılar. Çünki 4-cü sinifdə elan deyə bir mövzu yer alır. Gəlin baxaq görək hansı elanda ola bilməz. Bu şənbə günü məktəbdə iməclik keçiriləcək. Hamınız fəallıq göstərməyə dəvət edirik. Hamınızı fəallıq göstərməyə dəvət edirik, yox. Daha doğrusu ola bilər. Hörmətli valideynlər, sabah keçiriləcək yığıncağa qatılmağınızı xahiş edirik. Bu da ola bilər. Kitabxanamız yeni ədəbiyyatla zənginləşib. Oxucularımızı yeni kitablardan yararlanmağa çağırırıq. Bu da ola bilər. C bəndi niyə olanmaz? Bazar günü şəhərdə maraqlı tədbir olacaq. Bəlkə siz də gələsiniz. Xeyr, burada niyə görə olmaz? Çünki elanda sual vermir, əksinə dəvət edir. Sual şəklində dəvət yoxdur. İkinci suala baxırıq. Hansı cümlədə məcazi mənada işlənmiş söz var? Uşaqlar həyətə çıxıb top oynadılar. Burada heç bir məcaz yoxdur. Səhər tezdən günəş ətrafı işıqlandırdı. Bəli, günəş həqiqətən də səhər çıxır və ətrafda işıqlanır, aydınlanır. Müəllim sinifə daxil oldu. Burada da problem yoxdur. Müəllim həqiqətən sinifə daxil ola bilər. O bu xəbəri eşidəndə ürəyi qırıldı. Ürəyimiz qırıla bilməz, ürəyimiz sına bilməz. Yəni incinmək mənasını verir. Deməli, frazeoloji birləşmədir. Çünki bir sözlə ifadə edə bilirik. Baxırıq 3-ə. İmtahan ərəfəsində şagirdlər çox gərgin idilər. Gərgin sözü hansı mənada işlənmişdir? Gərgin sözü nə deməkdir? Ümumiyyətlə, yaxşı yox, pis mənada işlədiyini başa düşürsünüz. Yüksək gərginlikli elektrik gərgin ola bilər. Amma burada uşaqların gərginliyindən danışır. Yəni, eyni mənanı kəsb etmir. Duyğusal və fizioloji təzyiq altında olmaq. Bəli, elə cavab budur. Çünki biz hər hansısa bir duyğusal və yaxud da psixoloji olaraq təsir altında qalanda bu bizdə gərginliyi yaradır. Fiziki olaraq dartılmış vəziyyətdə olmaq, xeyr, bu da gərginlik yaradır. Sadəcə imtahan ərəfəsində yaranan gərginlik psixolojidir, fiziki deyil. Fiziki o zaman olar ki, məsəl üçün, turnikdə çox asılı qalmışam və bu mənim bədənimdə, belə deyim də, əzələlərin dartılmasına, yəni gərginliyə səbəb olub. İşləmək üçün hazır vəziyyətdə olmaq, bu da gərgin demək deyil. 4-dən 12-ci suallar şəkilli mətnə əsaslanır və qeyd edək ki, monitorinq vəsaitimiz demək olar ki, bütün kitabxanalarda satışda var, yenilənmiş şəkildə və istəsəniz bizim öz nömrəmizə də yazaraq 055 527 2599 nömrəsinə yazaraq da vəsaitimizi əldə edə bilərsiniz. Mətnimiz quy quşudur. Yəni, həm mətnlər çox maraqlıdır. Nəyə görə maraqlıdır? Çünki şagirdlərə yalnız elmi cəhətdən deyil, eyni zamanda dünya görüşü cəhətdən də çoxlu yeni məlumatlar qatır. Yəni, şagird bunu oxuyanda artıq quy quşu ilə, məsələn, çöl quşunun fərqi nədədir? Quy quşu haqqında maraqlı məlumatlar öyrənmiş olurlar ki, bu da şagirdlərdə marağın oyanmasına cəlb edir. Quy quşu su quşlarına aid olan böyük və zərif görünüşlü bir quşdur. Onlar əsasən göllərdə, sakit çaylarda və bataqlıq ərazilərdə yaşayırlar.
Qu quşunun bədəni ağ tüklərlə örtülür. Bu səbəbdən də o, təbiətdə çox gözəl və təmiz görünür. Uzun boynu, böyük qanadları və geniş bədəni ilə qu quşu həm suda üzmək, həm də uçmaq üçün çox uyğundur. Qu quşunun ayaqları torlu, yəni üzgəc şəklində olur. Bu quruluş onun suda asanlıqla hərəkət etməsinə kömək edir. O, suda sakit və yavaş üzür. Göl və çayların səthində süzərkən çox zərif görünür. Onun uzun boynu ona imkan verir ki, suyun altına başını salaraq yem axtarsın. Qu quşları əsasən su bitkiləri, yosunlar, kiçik həşəratlar və bəzən balıqlarla qidalanır. Qu quşlarının başqa bir maraqlı xüsusiyyəti onların cütlük halında yaşamasıdır. Bir qu quşu həyat yoldaşını seçdikdən sonra ömür boyu onunla birlikdə yaşayır. Onlar bir-birlərinə sadiq qalırlar. Yaz fəslində qu quşları yuva qurur. Dişi quş adətən 4-6 yumurta qoyur və onları 30-40 gün ərzində qızdırır. Bu müddətdə erkək quş dişini qoruyur. Yumurtadan çıxan balalar suda üzməyi çox tez öyrənir və valideynləri ilə birlikdə üzməyə başlayırlar. Uşaqlar çox vaxt göldə anasının arxasınca üzən kiçik qu quşlarını görüb sevinirlər. Qu quşları sakit quşlardır. Onlar digər quşlar kimi tez-tez səslənməzlər, amma təhlükə hiss etdikdə xəbərdarlıq edən səslər çıxarda bilirlər. Onların sakit davranışı onları daha sakit və zərif göstərir. Qu quşları bir çox ölkələrdə rast gəlinir. Onlar əsasən Avropa, Asiya və Şimali Amerikada yayılmışlar. Azərbaycanda da göl və su hövzələri bəzi yerlərdə qu quşlarına təsadüf olunur. Bu quşlar nadir və qiymətli olduqları üçün bir çox ölkələrdə mühafizə altına alınıblar və mühafizə altına alınma səbəblərinin altından xətt çəkirəm. Onları ovlamaq, narahat etmək qadağandır. Təbiətin gözəlliyini qorumaq üçün belə quşlara diqqətlə yanaşmaq lazımdır. Qu quşu təkcə təbiətin bir hissəsi deyil, həm də insanlara gözəlliyi, sədaqəti və sakitliyi xatırladır. O, təbiətdəki harmoniya və ahəngin canlı sübutudur. Qu quşlarını qorumaq, onları müşahidə edərək təbiətin sirlərini anlamağa çalışmaq hər birimizin vəzifəsidir. Yəni, gəlin baxaq, mətnə əsasən hansı fikir doğrudur? Qu quşları çox səsküylü və qorxulu quşlardır. Əksinə, deyirdi, sakitdilər, təhlükə anda səs çıxardırlar. Qu quşlarının ayaqları uçmaq üçün də uyğundur. Bu yanlış fikirdir. Uçmaq üçün deyil, suda üzürdülər onlar. Qu quşları ömür boyu bir yoldaşla yaşayır və suda üzməyi yaxşı bacarırlar. Bəli, sadiq quşlar idi. Bir yoldaş seçib onunla davam edirlər ömürlərinin sonlarına kimi. Və üzmək də ki, elə deyir, balalar sudan çıxan kimi tez öyrənirsə, deməli, həqiqətən üzmək üzrə yaxşıdırlar. Qu quşları yalnız meşəli ərazilərdə xeyr, yalnız meşəlidə yaşamır, çünki əsasən suda yaşayırdı. Mətndə hansı suala cavab yoxdur. Qu quşları harada yaşayır? Bu var, əsasən deyirdi, Şimali Amerikada, Avropada, Asiyada yaşayır. Qu quşları nə ilə qidalanır? Qu quşlarının qidalanması da orada vermişdi. İndi bir dəqiqə onu da tapaq. Görək qidalanma. Baxın, ölkədə yaşamağı burada verilib, burada vermişdi. Qidalanması isə harda vermişdi, ona da baxaq. Kiçik həşəratlar və bəzən balıqlarla qidalanır. Bir də su bitkiləri, yosunlar, yəni bu da var. Qu quşları yumurta qoymaqla çoxalır, bu da var. Qu quşunun yumurtaların hansı rəngdə olduğu mətndə verilməyib. Mətnə əsasən qu quşunun yaşayış yeri ilə bağlı aşağıdakılardan hansı doğrudur? Görək harda yaşayırlar. Göllərdə, çaylarda və s. Bu vermişdi, elə cavab adı. Yalnız meşəlikdə xeyr, quraq sahə xeyr, şəhərlərdə saxlanılan ev quşlardır xeyr, göldə yaşayırdı. Verilən fikirlərdən biri qu quşlarına aid deyil. Görək hansı aid deyil? Qu quşları uzun boyunlu və ağ tüklü quşlardır, bəli. Suda yaxşı üzməyi bacarır, bəli. Qu quşları cütlük halında yaşayır və ömür boyu bir yerdə qalırlar, bəli. Səhralarda xeyr, səhralarda yaşamır. Ümumiyyətlə, göldə, suda yaşayan bir canlı səhrada yaşamır. Çünki səhrada bilirik ki, su problemi var və bunlara göl olan ərazi lazımdır.
Fikri tamamlama ilə bağlı da bir sualımız kitabımızda verilib. Qu quşunun boynu uzundur. Çünki boynunun uzun olması səbəbi odur ki, suyun altındakı yemləri asanlıqla götürə bilsinlər. Yəni başını uzadıb suyun altına salıb, yəni özü suyun altına enmir də, boynunu təkcə salır. Oradan balığı götürür, bitkini götürür, yeyir. Abzaslarla bağlı da suallarımız var. Çünki monitoring imtahanında da abzaslarla bağlı suallar olduğu üçün biz də vəsaitimizdə bu tip suallara geniş yer vermişik. Üçüncü abzas hansı yarımbaşlıqla adlandırmaq olar? Gəlin baxaq görək üçüncü abzasda hansı yarımbaşlıqdır. Üçüncü abzas baxın elə özü başlığına 3 qoyubdur. Nədən danışır? Cütlük halında yaşamasından, həyat yoldaşını seçdikdən sonra ömür boyu onunla birgə yaşayır. Baxaq. Qu quşunun yaşayış mühit yer deməkdir. Yaşayış yerindən danışmır. Qu quşlarının səslərindən danışmır. Düşmənlərə qarşı mübarizədən də danışmır. Ailə və balalamadan danışır. Bəli, çünki onlar deyirdi axı birgə yaşayırlar, o səbəbdən ailəni seçmək lazım idi. Sonuncu abzasda nədən danışırdı? Qu quşlarının qorunmasından. Düzdürmü? Qu quşlarının qorunması və ona qarşı müsbət hiss yaratmaq, düşmənlərə qarşı mübarizə əvvəldə idi. İnsanlara necə xatirə saxladığını izah etmək yox idi. Oxucuda qu quşlarına qarşı müsbət, bəli, elə budur. Baxın. Qu quşu təkcə deyir təbiətin bir hissəsi deyil, insanlara gözəlliyi, sədaqəti, sakitliyi xatırladır. Yəni təbiətin sirlərini anlamağa kömək edir. Ona görə də yəni insanda müsbət hiss yaradır. Qu quşlarının qidalanmanın bayaq altından xətt çəkdik. Baxaq görək hardadır. Kiçik həşəratlarla qidalanır. Bu da ikinci abzasdadır. Ona görə də 2-ni seçmək lazım idi. Yəni cavab A bəndi. Qu quşları haqqında şəkildə verilmiş məlumatlar. Baxın, belə bir sual da 12-ci sualda şəkilə əsaslanırdı. Gəlin şəklimizə baxaq. Bir tərəfdə qu quşun verib, bir tərəfdə çöl quşunu verib. Uzun boylu və zərif bədən quruluşu, göllərdə və sakit sularda yaşayır, ailəsi ilə birlikdə üzməyi sevir, ağ rəngli lələ örtüyünə malikdir, simvolik olaraq sülh və gözəllik ilə əlaqələndirilir. Gəlin baxaq. Nələrə aiddir görək. Bizdən qu quşuna aid olanları istəyir deyə ancaq qu quşunu oxudum. Örtüyü, bəli, ağ lələklərlə örtülməyi vermişdi. Gizlənmə bacarığı verilməmişdi. Bədən quruluşunun uzun boyun olmasını vermişdi. Uçmaq qabiliyyəti də verilməmişdi. 1-3 cavab B bəndi. Səssiz divar mətni gəlir. 13-dən 21-ə qədər olan suallarda ikinci mətnlə əlaqələndirilmişdi. Yenə də qeyd edirəm, vəsaitimiz artıq demək olar ki, bir çox rayonlarda işləyən müəllimlər tərəfindən, öz siniflərinə, valideynlər tərəfindən öz övladlarına alınıb və çox sevilən bir vəsait olub və həqiqətən bu bizim üçün çox xoşdur və siz də bu vəsaitimizi əldə etmək istəyirsinizsə 055 527 25 99 nömrəsindən yaza bilərsiniz. Mətnimizi oxuyaq. Bir zamanlar dağların ətəyində yerləşən səfalı bir kənddə müxtəlif millətlərdən və mədəniyyətlərdən olan insanlar birlikdə yaşayırdılar. Bu kəndin ən qəribə xüsusiyyəti isə sakinlərinin bir-biri ilə nadir hallarda danışması idi. Kənddə nə bayramlar keçirilirdi, nə də qonşular bir-birinin evinə qonaq gedirdi. Hamı öz həyətində, öz dünyasında yaşayırdı. Hər kəs sanki görünməz bir divarın arxasında gizlənmişdi. Heç kim kiminsə dərdinə qulaq asmır, sevincini paylaşmırdı. Kəndin ortasında isə illərdir boş qalan, təmiri ehtiyacı olan bir ibadətgah var idi. Bu ibadətgah baxardı idi kəndin ortasında. Bu yer kəndin ortasında olmasına baxmayaraq heç kim ora yaxınlaşmırdı. Nə qədər qəribə səslənsə də, kəndin ortasında yerləşən bu qədim bina elə kəndin öz həlinin aynası idi. Kimsəsiz, səssiz və soyuq. Bir gün kəndə başqa bir şəhərdən yaşlı bir ali Mövlana Hidayət köçdü. Onun gəlişi kənddə səs-səda yaratmasa da, o insanlarla salamlaşar, hər kəsin gözünün içinə gülümsəyərək baxardı. Ancaq insanlar bu davranışı anlamır, hətta biraz ehtiyatla yanaşırdılar. Niyə bu qədər mehribandı, onda nə gizlənir deyə düşünərdilər.
Hidayət kişi isə tək qalmış ibadətgahın qarşısında oturub kitab oxuyar, gəzintiyə çıxar, yoldan keçən hər kəslər qısa da olsa hal-əhval tutardı. Zamanla kənd uşaqları ona yaxınlaşmağa başladılar. Hidayət kişi onlara hekayələr danışır, oyunlar öyrədirdi. Uşaqların sevinci, gülüşü kəndin küçələrinə yayılırdı. Bir gün o, kəndin ortasında bir elan yapışdırdı. İbadətgahı birlikdə bərpa edək. Hər kəsin əli, fikri və könlü bu işdə yer alsın. Əvvəlcə heç kim reaksiya vermədi. Ancaq növbəti gün o tək başına ibadətgahın həyətini süpürməyə başladı. Bunu görən kəndin ağsaqqal da yaxınlaşdı. Oğul, bu iş çətin olar, sən tək bacarmazsan. Hidayət kişi gülümsədi. Siz kömək etsəniz, mən tək deyiləm artıq. Beləcə bir gün, sonra bir gün daha az-az insanlar gəlməyə başladı. Kimisə su gətirdi, kimisə taxta, kimisə boya və bu prosesdə insanlar ilk dəfə bir-biri ilə danışmağa, fikirlərini bölüşməyə başladılar. Birlikdə gülməyə başladılar. Hər daş yerinə qoyulanda sanki aradakı görünmə səssiz divarda sökülürdü. Bir neçə həftə sonra ibadətgah tamamilə bərpa edildi. O gün bütün kənd əhli orada toplandı. Hidayət kişi çıxış etdi. Bu bina daşdan deyil, ünsiyyətdən yenidən inşa olundu. Siz danışdıqca, gülümsədikcə, dinlədikcə bu kənd canlandı. Ünsiyyət insan ruhunun körpüsüdür. O olmadan biz bir-birimizə yad, tənha və qaranlıq qalırıq. O gündən sonra kənddə hər həftə birgə çay süfrəsi quruldu. İnsanlar bir-biri ilə hal-əhval tutmağı, sevinclərini və dərdlərini bölüşməyi öyrəndi. Kəndin üzündə əvvəlki kimi donuq ifadənin yerini dolu bir istilik aldı və hər kəs anlayırdı. Bir söz, bir körpü, bir salam, bir bağışıq, bir dinləmə, bir şəfa ola bilər. Hekayənin giriş hissəsi hansı vəziyyət? Girişdə nə idi? İnsanlar bir-biri ilə danışmırdı. Düzdürmü? Bizə də deyir ki, hansı vəziyyət təsvir edilib. Baxaq görək hansı vəziyyət təsvir olunub. Kənddə hər kəs mehriban və səmimi idi. Xeyr. Kənddə insanlar bir-biri ilə çox ünsiyyətli idi. Xeyr. İbadətgah yenicə tikilmişdi. Xeyr. Kənddə insanlar bir-biri ilə az danışır, ünsiyyət yaratmırdılar. Cavab D-bəndidir. Kəndin ortasında yerləşən bu qədim bina elə kəndin öz halının aynası idi. Cümləsində ayna sözü nə mənada işlənmişdir. Yəni orada əsl güzgüdən danışmır. Yəni yansıtmadan danışır. Burada məqsəd yansıtma idi. Əsl ayna özünü görmək üçün xeyr, biz insanlara baxanda, qədim binaya baxanda özümüzü görə bilmərik. Bina ev bəzəyi də deyil. Hadisələri də göstərmirdi. Amma simvolik olaraq kəndin vəziyyətini əks etdirirdi. Ona görə cavab D-dir. Bir salam, bir barışıq ola bilər dedikdə müəllif nəyi çatdırmaq istəyir? Yəni kiçik bir addım, ünsiyyət və dostluğun başlanğıcı ola bilər. Hidayət kişinin kənd həyatına əsas təsiri nə olmuşdu? Baxaq. O kənddəki ünsiyyəti daha da zəiflətdi və insanları bir-birindən uzaqlaşdırdı. Xeyr. Gəlin baxın, özünüz tapın cavabı. Sonra variantda tapdığınız cavabı axtarın. Necə oldu? Binanı təmir etdirdi və bununla bütün kənd əhalisi mehribanlaşdı. Ünsiyyət yarandı. Deməli, kənd həyatına əsas təsiri nə olmuşdu? Onun davranışı ilə kənddə ünsiyyət birlik mühitinin yaranmasına səbəb oldu. Danışmağa başladılar. Bax, dediyim cavab buradadır deyə cavab C bəndi. Hidayətin bu bina daşdan deyil, ünsiyyətdən inşa olundu fikrində hansı fikir gizlənmişdir? Burada nə gizlənmişdir? Ən böyük quruculuq insan münasibətlərini bərpa etməkdir. Xeyr, bu gizlənməmişdir. Əslində fikir doğrudur ha, sadəcə ünsiyyətdən inşa olundu deyəndə bunu bizə çatdırmaq istəmir. İnsanlar əslində binanın tikintisində işləməyib, yəni xeyr, ibadətgahın əsas materialı, fikir gizlənmişdir deyir, elə cavabımız A-dır. A bəndidir. İbadətgahın əsas materialı taxta yox, daşdır.
ünsiyyət binanı fiziki olaraq möhkəmləndirir. Bu doğru fikirdir, amma fiziki olaraq sözünə görə yox da. Çünki fiziki yox, ünsiyyət fiziki bir his deyil, fiziki hərəkət deməkdir. Yəni orada belə deyək də mənəviyyatdan danışa bilərdi ünsiyyətdə. Sonra mətnin mövzu və ideyasının doğru verildiyi variantı müəyyən edin. Mövzumuz kənd həyatının çətinlikləri deyil, kənddə ibadətin bərpa olunması deyil. İnsanlar arasında ünsiyyətin olmaması, bəli, ünsiyyət idi, elə cavab C idi. Və bu ideyada ünsiyyət, mehribanlıq və əməkdaşlıq cəmiyyətdə dəyişikliklər yarada bilirdi. Bir söz, bir körpü, bir salam, bir barışıq, bir dinləmə, bir şəfa ola bilər fikrinin səbəbini istəyir bizdən. Yəni onları barışmağa səsləyirdi də, düzdürmü? Ünsiyyət çünki deyir insanı nə edir? Yaxınlaşdırır. Düzdür, cavab C bəndidir. Aralarında empatiya qurur, cəmiyyətdə birlik və inam yaradır. 20-ci sual, biri mətnin hissələrinə yarımbaşlıq ola bilməz. Səssiz kəndin soyuq həyatı bu ola bilər. Birinci səssiz və soyuq idi. Hidayət kişinin mehriban təşəbbüsü ola bilər, çünki onun təşəbbüsü ilə bina yenidən qurulur. Ünsiyyəti bərpa etdiyi birlik də ola bilər, çünki birlik nəticəsində danışırlar. İbadətgahın fiziki ölçüləri və memarlıq üslubu bu yanlışdır, çünki onun fiziki ölçülərindən danışmır. 21-ə baxırıq. Mətnin məzmununa əsasən cavablardan neçəsi doğrudur? Elandan sonra əhali deyir, elanı gördükdən sonra ilk gün bütün kənd cəmaatı toplaşaraq xeyr, ilk gün toplaşmırlar. Əvvəlcə heç kim reaksiya vermədi, lakin sonradan az-az təşəbbüsə qoşuldular. Kəndin ağsaqqalı Hidayət kişinin tək başına işlədiyini görəndə ona kömək etməyə başladı. Bəli, birinci ağsaqqal gəlirdi. İnsanlar Hidayət kişini tənqid edərək onun təşəbbüsünü rədd etdilər. Xeyr, insanlar bir müddət müşahidə etdikdən sonra könüllü şəkildə işə qoşuldular. Bəli, kimisi su, kimisi deyir taxta. Yəni 3 dənə doğru cavabımız var. Ona görə də 21-də cavab C bəndidir. 22-dən 30-a qədər olan mətnimiz isə 2025 monitorinqində də düşən müqayisə əsasında olan mətn idi. İki əşyanın müqayisəsi verirdi. Ona görə bizim də mətnlərimizdə həmişə 3-cü müqayisəyə əsaslanır. Mövzumuz günəş və aydır. Günəş və ay qədimdən bəri insanların diqqətini cəlb edən iki mühüm səma cismidir. Biz onları hər gün, hər gecə göydə görə bilirik. Günəş gündüz səmanı işıqlandırır, ay isə gecələr səssizcə parlayır. Onlar bir-birinə bənzəyirmiş kimi görünsə də, əslində həm quruluş, həm də rolu baxımından çox fərqlidirlər. Günəş göy üzünün gördüyümüz ən parlaq və ən isti cismidir. O əslində böyük bir qaz topu olan ulduzdur. Günəş özü işıq və istilik saçır. Yer üzündə həyatın mövcud olması günəş sayəsində mümkün olub. Günəş bizə enerji verir. Bitkilərin böyüməsinə, suyun buxarlanmasına və canlıların yaşamasına səbəb olur. Qədim insanlar günəşi çox önəmli sayırdılar. Misirlilər onu Ra adlı günəş tanrısı kimi qəbul edirdilər. İnkalarda isə günəşə Inti deyirdilər və ona ibadət edirdilər. Günəşin doğması və batması insanlar üçün zaman ölçməyin əsas üsulu idi. Buna görə də ilk təqvimlər günəş hərəkətinə əsasən hazırlanmışdı. Günəşin hərəkəti ilə gün, ay, il anlayışları yaranmışdı. Ay isə günəşdən fərqli olaraq işıq saçmır, o günəşin işığını əks etdirir. Ay gecələr göydə görünür və müxtəlif formalarda qarşımıza çıxır. Hilal, yarımay, dolunay və s. Ay yer ətrafında dövr edən peykdir. Onun fırlanması ilə ayın günləri hesablanır. Hətta bir çox xalqların tarixində ay təqvimi əsas götürülmüşdür. Məsələn, müsəlman dünyasında Ramazan və Qurban bayramları ayın vəziyyətinə görə müəyyən edilir. Qədim insanlar ayı da müqəddəs sayırdılar. Çinlilər ay bayramı keçirirdilər. Babillilər və Yunanlar ayın hərəkətinə əsasən ulduz xəritələr çəkirdilər. 1969-cu ildə isə ilk dəfə insan Neil Armstrong aya ayaq bastı.
Bu, bütün dünya üçün tarixi bir an oldu. Güneş və ay hər ikisi dairə şəklində görünür və göydə hərəkət edir. İnsanlar min illərdir onları izləyir və bu iki göy cismini həm elmi, həm də dini baxımdan araşdırır. Lakin onların oxşarlıqları buradaca bitir. Güneş öz işığını yaradır və həyat verir. Ay isə günəşin işığını əks etdirir və özü parlamır. Güneş çox böyükdür və yer ondan milyonlarla kilometr uzaqdır. Ay isə günəşdən kiçikdir və yerə daha çox yaxındır. Güneş gündüz görünür, bütün səmanı işıqla doldurur. Ay isə əsasən gecələr görünür və bütün göydə sakit-sakit üzür. Güneş bir ulduzdur, ay isə peyikdir. Baxın, bu maraqlı bir məlumatdır. Günəşin enerjisi yerin iqlimini dəyişir, ay isə dənizlərdəki çəkilmələr və qabarma hadisələrinə təsir edir. Nəticə olaraq Günəş və ay insanlıq tarixində mühüm yer tutur. Onlar təkcə göy cisimləri deyil, həm də tarix boyunca insanlar üçün zaman ölçən, yol göstərən və ruh verən bir mənaya sahib olublar. Onları izləyərək insanlar təqvimlər düzəldib, tarlalarını əkib biçib səfərlərə çıxıblar. Bu iki səma dostu elmin, mədəniyyətin və tariximizin ayrılmaz bir hissəsidir. İndi bizə deyir ki, mətnin məzmununa əsasən hansı fikri söyləmək olar? Gəlin baxaq. Güneş və ay bir-birinə tamamilə bənzəyirmi? Xeyr, bir-birinə bənzəsə də deyirdik ki, yalnız özdə deyir gecələr görünür. Bu yanlışdır. Güneş və ay qədimdən bəri insanların diqqətini çəkmiş, həm elmdə, həm də mədəniyyətdə əhəmiyyətli yer tutmuşdu. Onlar oxşar xüsusiyyətlərə malik olsalar da, bir çox cəhətdən bir-birindən fərqlənirlər. Elə cavabımız B bəndidir. 23-ə baxırıq. Bir də mətnin həcmi ilə bağlı bildirək ki, mətnin həcminin böyük olması sizi qorxuzmasın. Çünki mətnlər onsuz da maraqlıdır. Oxuduqca insan oxumaq istəyir və şagirdlər artıq kiçik mətnlərə öyrəşik olduqları üçün keçən il 2025-ci il monitoring imtahanında böyük həcmli mətnin işlənməsi zamanı bu şagirdlərdə çox böyük problem yaratdı. Xüsusilə də səbir çatmadı oxumağa və şagirdlərdə səbrin formalaşdırılması, böyük həcmli mətnlərə də alışıq olmaları üçün biz də mətnlərimizin nisbətən həcmini böyük salmışıq ki, şagirdə imtahanda daha rahat olsun. Kiçik mətn görəndə sevinsin, böyük mətn görəndə isə desin ki, mən artıq bunun öhdəsindən monitoring vəsaiti ilə gəlmişəm. Mətnə əsasən ay haqqında yanlış fikri deyir seçin. Ay öz işığını yaratmır, yalnız günəşin işığını əks etdirir. Bu doğru fikirdir. Ay gecə səmasından fərqli formalarda görünür. Bəzən hilal, bəzən yarımay, bəzən də dolunay şəklində yer ətrafında fırlanması ilə bağlıdır. Doğrudur. Ay qədim insanlar üçün xüsusi əhəmiyyət daşımırdı. Ona görə də onlar ayı müşahidə etməyə maraq göstərmirdilər və hər bir təqvimdə aya əsaslanmırdı. Bu səhvdir. Maraq göstərirdilər, əsaslanırdı. 24-ə baxırıq. Günəş haqqında hansı fikir yanlışdır? Gördüyünüz kimi vəsaitimiz də rənglidir. Bir çox vəsaitlər rəngsiz çap olunduğu üçün şagirdlərdə belə deyək də maraqlı gəlmir. Oxu zamanı, suallar işləyən zaman sıxılırlar. Amma bizdə şəkillərin hər biri vəsaitimizdə rənglidir. Yəni çapda da rənglidir. Ona görə şagirdlər də sevə-sevə işləyirlər. Həm də sonda həmişə şagirdlərə kiçik bir motivasiyamız olur. Yanlış fikri seçək. Günəş yerə deyir, nə istilik, nə də işıq verir. Sadəcə elə cavabımız A bəndidir. Günəş qədim dövrlərdə insanlar tərəfindən müqəddəs sayılmış, müxtəlif xalqlar onu tanrı kimi qəbul etmiş və ibadət etmişdir. Bu doğrudur. Günəşin hərəkətləri əsasında insanlar zaman anlayışını formalaşdırmışdır, düzdür. Yer üçün həyat mənbəyidir. Onun işığı, istiliyi sayəsində canlılar yaşayır, bitkilər böyüyür. Səbəb-nəticə testi də salmışıq ki, şagirdlər mətndən səbəbi tapıb nəticəni də çıxarmağı bilsinlər. Bu onlara onsuz da yuxarı siniflərdə, buraxılış imtahanlarında da lazım olacaq əsas tiplərdən biridir. Günəş yerə istilik və işıq verdiyi üçün canlıların yaşaması mümkündür. Düz deyir. Ayın yer ətrafında fırlanması nəticəsində biz onu gecə müxtəlif formalarda görürük. Bu da düzdür. Günəşin doğması və batması suyun
dadını dəyişdirdiyi üçün insanlar onu xeyr, belə bir şey mətndə yox idi. Qədim insanlar günəş vahid müşahidə etdiklərinə görə təqvim zaman anlayışını yaratmışlar. Bu da doğrudur. 26-ya baxırıq. Günəşin həyat üçün əhəmiyyəti hansı variantda daha düzgündür? Günəş olmasa gecələr çox uzun olar deyir. Daha düzgün deyirsə bu yanlış seçəcək, çünki mətnimizdə bu barədə danışmırdı. Günəşin doğması dənizlərdə dalğa əmələ gətirir. Xeyr, dənizlərin belə deyək qabarması, çəkilməsinə ay baxırdı. Günəş yalnız dekorativ görüntü yaratmaq üçün mövcuddur. Xeyr, bir çox faydası var. Günəş yerə istilik və işıq verərək canlıların yaşamasına şərait yaradır. Mətnimizə görə doğru fikir D bəndidir. Mətnin məzmununa əsasən yanlış fikri müəyyən edin. Günəş öz işığını və istiliyini yayır. Bu da yer üstündə həyat üçün vacibdir, düzdür. Ay günəşin işığını əks etdirir və gecə müxtəlif formalarda görünür. Doğrudur. Günəş ay ətrafında fırlanırmı? Xeyr. Günəş ay ətrafında fırlanmırdı. Ay yer ətrafında fırlanması var idi. Ona görə də cavab C bəndidir. 28-də deyir ki, mətnə əsasən ay və günəşin fərqləndirici məqsəd və xüsusiyyətləri ilə bağlı aşağıdakılardan hansı yanlışdır? Gəlin görək hansı yanlış fərqləndirmədir. Günəş öz işığını saçmır, ay kimi yalnız günəşin işığını əks etdirir. Elə yanlış cavabımız A bəndidir. Çünki günəş öz işığını saçırdı, ay da günəşin işığını əks etdirirdi. Biri ay və günəşin oxşar xüsusiyyətidir. Hər ikisi öz işığını yayır və göydə parlaq görünür. Bu doğrudur, lakin ay öz işığını göstərmirdi, günəşin işığını göstərdi. Ona görə daha doğrusu bunu götürə bilmərik. Hər ikisi göydə dairə şəklində görünür və yer üçün vacibdir. Hər ikisi dairə şəklində görünə bilir. Amma mütləq dairə şəklində görünməlidir? Xeyr. Çünki hilal şəklində də ola bilir, yarımay şəklində də ola bilir. Ona görə bizdən oxşarı istəyirdi. Elə cavab B-ni götürək. Burada nəyi demək istəyirdim? Hilal şəklində, yarımay şəklində görünə bilir. Lakin bizə demir ki, mütləq dairə şəklində olur. Mütləq dairə desəydi, mən bunu səhv götürərdim. Hər ikisi yerdən aldığı işığı əks etdirir. Xeyr. Hər ikisi yalnız gecə. Xeyr. Günəş gündüz görünürdü. 30-cu suala baxırıq. Sonuncu Azərbaycan dili sualıdır. Və qeyd edim ki, yenə də vəsaitimizi əldə etmək istəyirsinizsə 055 527 25 99 nömrəsinə yaza bilərsiniz və yaxud da kitabxanalara yaxınlaşaraq əldə edə bilərsiniz. 5-ci abzası hansı yarımbaşlıqlarla adlandırmaq olar? Qədim insanların ay haqqında inancları və tarixi kəşfləri. Gəlin 5-ci abzası tapaq. Birinci 1 2 3 4, 5 qədim Çinlilərin hesablamasından və aya ilk ayaq basmış adamdan danışır. Deməli cavabımız onda nə olacaq? Qədim insanların ay haqqında inancları və tarixi kəşfləri. Elə cavab A'dır. Günəşdən danışmırdı, ayın formasından danışmırdı, günəşlə ayın müqayisəsindən danışmırdı. Nəticələrinizi rəylərdə qeyd edib videonu paylaşın ki, daha çox bu tip izahların ardı gəlsin.